Oyun haqqında baxmayaraq ki, çempionatda yerimizi təmin eləmişdik. Yəni bizim üçün elə də böyük əhəmiyyət kəsb eləmirdi bu oyun, amma buna baxmayaraq yaxşı mübarizə apardıq. Xüsusən də ilk hissədə Qarabağ kimi komandaya qarşı yaxşı müqavimət göstərə bildik. Amma təəssüflər olsun ki, ikinci hissədə diqqətsizlikdən erkən qol buraxdıq və bunun nəticəsində də istər-istəməz komandada ruh düşkünlüyü əmələ gəldi və sonunda məğlub olduq, təəssüf. Müqaviləniz başa çatır. Yeniləməyi düşünürsünüz, qalmaq istəyirsiniz. Düzünü desəm, müqaviləmdə bənd var, bir üstəgəl bir bəndi var. Sadəcə olaraq indi sezon sonuna bir oyun da qalıb. Bundan sonra inşallah oturub söhbət eləyəcəyik bu haqda. Bu mövsüm üçün komandanın əsas hədəfi necədir? Əsas hədəf liqada yeni yönləndirməkdir. Gələn mövsüm üçün hədəf düşünülür. Hələlik bu haqda danışmaq çox tezdir. Çünki hələlik çempionat bitməyib. Çempionat bitdikdən sonra yaxşı istirahət lazımdır. İstirahətdən sonra artıq bu haqda danışmaq olar.